doldur eşkin şerbetini ver. Bir dakika kapını çalmışım. Sağ olun, hoş gördük. Lezzet hoş geldiniz. Hoş gördük. Hoş gördük. Lezzetsiz. Musiki sesleştirip devam edin zəhmət olmasa. Bəli, bir də başdan gedək. Ərdəbilli Parsaxayev və Təbrizli dostları Nima Peykani, Yavər Zəndabadi və Ariyən Zəmiri bir müddət öncə Azərbaycana gələn tələbələr burada musiqi təhsil almağa başlayıblar. Əvvəl otaq yoldaşı, sonra dost olmaqla bərabər, indi onlar həm də sənət yoldaşıdırlar. Səntur, ud və kamança kimi çalğı alətləri ilə həmkarı Parsaxayevi müşahidə edən dostların gözəl ifalarını bir o qədər də gözəl avaz tamamlayır. Çağırıram gəl, haralarda qalsan. Mən Ərdəbildənəm və digər dostlarım da hamısı Təbrizdəndirlər. Amma mən musiqi məktəbini Təbrizdə keçirdiyimə görə orada tanış olmuşam və oradan bir yerdə dost olub buraya gəlmişik. Heç qəriblik hissi almıram və çox yaxınlıq var. Və heç vaxt, yəni mən bu 2 ildə burada yaşadığımda heç vaxt yəni qəriblik hissi almamışam və bu barədə heç vaxt inciməmişəm. Parsaxayev illər öncə İran televiziyalarının birində yayımlanan məşhur səs yarışmasına qatılıb. Gözəl ifası ilə yarışın ən yaxşılarından olmaqla yaddaşlarda qalıb. Tatın ucun hərməzlər, gülü qamsaq dərməzlər, sar gəlim. Ümumiyyətlə elə Təbrizdə, Ərdəbildə, Rumiyada, Zəncanda və digər türklər ki, elə Azərbaycanda ki, İranda yaşayırlar, elə çox muğam müsabiqələrinə çox baxırlar, yəni çox izləyirlər. Birinci dəfə ayrılıq mahnısın, sonra da Sarıgəlin mahnısın, sonra da o birisi mərhələlərdə, müsabiqədə, finalda Dilbərin mahnısını mən ifa elədim və İranda yaşayan Azərbaycanlılar da çox bəyəndilər. Musiqi sərhədləri aşan, ruhları birləşdirən körpüdür. Bu gənclər də o körpünü keçib Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirirlər. Komandanın öz məqsədləri, öz hədəfləri var. Milli konservatoriyadakı müəllimləri onlara musiqinin hər bir detalını öyrədirlər. Öz qrupumuzun da yəni konsertləri olur. Həm universitet daxilində, həm də ayrı yerlərdə, yəni olub muğam mərkəzində konsertimiz olub. İnşallah qabaqdakı planlarımız budur ki, yəni qrup şəklində biz burada daha çoxlu tanınıb, aranjman və əsərlərin bir daha da yeni səslənməsi. Gənclər çəkiliş heyətini studiyaya dəvət edirlər. Bir müddətdir üzərində işlədikləri musiqinin hazırlanma prosesi ilə bizi də tanış etmək istəyirlər. Vurğun Mədətov, Rəhim Neymətzadə, Namiq Ağayev, İTV Xəbər.